Salam əziz izləyicilər və abituriyentlər, hər birinizi xoş gördük. Dövlət İmtahan Mərkəzinin 19 aprel tarixində əvvəlki illərin məzunları üçün keçirmiş olduğu imtahandan, buraxılış imtahanından ingilis dili suallarının izahları, cavabları ilə tanış olaq. Başlayaq. Listening təəssüf ki, yoxdur. Biz 7-ci sualdan başlayaq. 7-ci sualda baxırıq ki, are still flowers var. Sayıla bilən deməli cəm isim veribdir. Və mat sayıla bilməyənlərlə olurdu. Elot da ismin qarşısında olmurdu. Cavabımız olur 1-3, yəni 7-də A variantı. 8-ci sualda cümlənin sözün sonunda söz önü to var. Diqqətli oluruq. Tamamlığın sualdır. Who did you tell your secret to? Kimə dedin anlamında who'dan to istifadə olunurdu və ya to whom olsaydı o da doğru olurdu. Cavab buna görə D variantı. Ümumiyyətlə cümlənin sonunda bu tip cümlədə söz önü olanda ya who ya da what axtara bilirik. 9-cu sualda zəm var. Zəm müqayisə dərəcəsidir. B müqayisə deyil, veri adidir, to adidir, Y adidir. C'də matın yanında more olması lazım idi olsaydı. Cavab 9-da oldu A variantı. 10-cu suala baxaq. Deməli, night ətdən istifadə olunur, at night olar. Bunlar gedir, qalırıq C və Y arasında. Deyir ki, axşam tufan vardı və 3-4 saat yağdı. For 3 hours deyərsən, yəni 3 saat üçün yağdı anlamında. Yəni 10 deyə bir şey olmayacaq. Cavab oldu C variantı. Deməli, onda C dedik. 11-ci sualda let birinci qrup feildir. Özündən sonra to'suz feil istəyir, yəni olduğu formada istəyir. Cavab elə olur C variantı. 12-ci sualda doğru cavab B variantı olacaqdır. Want to know when the meeting begins olur. A-da has qabağa gəlib olmazdı. C-də z istifadə etmirik burada. D-də deməli will qabaqda olur. Həm də ki, bir saniyə, will qabaqda olur deyə olmaz. Yəni köməkçi feil əvvələ keçməməlidir. Y-də isə when-dən sonra bitmiş zaman gəlmir. Cavab olur 12-də B variantı. 13-cü sualda Julia xoşbəxt idi. Çünki imtahanı uğurla keçmişdi deyərsən, because məna olaraq elə olacaq. Yəni D variantı. 14-cü sualda deməli, Nick həmişə kömək etməyə hazırdırsa, o səxavətlidir, əli açıqdır və mehribandır. Digər ikisi mənfi anlamdadır. 1 və 4, yəni 14-də D variantı. 15-ci sualda baxaq. 15-ci sualda deməli, became keçmiş sadə zamandır. While'dan sonra da keçmiş davam edicini istifadə edərək burada. Cavab B. C play olmayacaq, çünki while məsələsi var. Y-də olmur while-a görə. D indiki davam edici zamandır. Uzlaşmaya diqqət edəcəyik. Və A da eyni qayda indiki zamandır. Bizə became-ə görə were playing lazım idi, yəni B variantı. 16-cı sualda bizdən ismi soruşur. A-da comfortable, rahat deməkdir, sifətdir. B-də easy, sifətdir, asan deməkdir. Y-də dangerous, təhlükəli, sifətdir. D-də silent, səssiz, sifətdir. Cavabımız oldu 16-da C variantı. 17-ci sualda da doğru cavab olur C variantı. Sıradan gedək. 5-2. New articles deməli are translated, yeni mövzular tərcümə olundu. By the students olur. At a lesson, twice a week, həftədə 2 dəfə şagirdlər tərəfindən yeni mövzular tərcümə olunur anlamında tam quruluş olaraq cavab olur C variantı. Bu tip suallarda çalışın ki, kitabçanın üzərində bütün variantlar üzrə yazın. Əgər tapa bilmirsinizsə, o formada biraz ingilis dili bacarığınız varsa, yəni çox da çətin bir mövzu deyil. 18-ci sualda rahat sualdır. Has created feil 3, deməli, has feil 3 var. Passivə çevirmək lazım olur. Has been feil 3 lazım və yaxud da have been feil 3. Variantlarda has been və ya have been axtaranda doğru cavab sadəcə görürük ki, Y variantı olur. 19-cu sualda hər şey alındığına görə başqa nəsə almağa ehtiyac yoxdur deyərsən. Cavab B variantı olur. Sağ tərəfdə diqqətli olun ki, don't var. Don't varsa inkar olan any olar. Yəni anything törəməsi, törəmədən sonra da else-də problem yoxdur. Deməli anything else. B variantı. 20-ci sualda qrammatik cəhətdən atmaq olur bunları. Should'dan sonra to olmur, must'dan sonra olmur, could'dan sonra to olmur. You'da has olmaz, have olardı. Cavabımız D variantı. Deməli, burada da definitionları göstərməyə çalışacağıq. Show göstərməkdir. To let someone see something. Kiməsə icazə verir ki, nəyisə görsün deyir. 1A. 2C. Scold danlamaqdır. Deməli, speak angrily to somebody. Kiməsə əsəbi danışmaq. 1A, 2C düz gələndə cavab elə 21-də Y variantı çıxır.
22 də rahat tipli sualdır. Est var sifətin üstünlük dərəcəsidir. Qabağında Z artiklı olmalıdır burada. Və dünyanın qarşısında da Z olur demişdik. Elə sol tərəfdə Z-ni tapanda qalırıq Y və C arasında. Dünya, yəni ümumiyyətlə sadə bilən tək isim olanda boşluq qoymuruq. Bu bir. İkincisi də ki, təklik bildirən isimlər vardı. World, the earth vardı filan. Bunlar Z-dən istifadə olunur. Ona görə elə cavabımız olur 22-də Y variantı. Bu da belə. Əziz şagirdlər, vaxt baxımından readingə hal-hazırda baxa bilmirəm, çox təəssüf ki, amma gün ərzində videonun şərh bölməsinə bu readingin suallarının sizə cavabını göndərəcəm. Xəbərdar olmaq üçün şərh bölməsinə reading yazın. Mən sizə hazır edəndə cavabları sizə bildiriş göndərim. Oradan sonra da yoxlaya bilərsiniz. Təəssüf ki, vaxt baxımından indi baxa bilmirəm. Hər birinizə uğurlar olsun, özünüzə yaxşı baxın.